Azpromonun icraçı direktoru Vüsal Babayev çıxışında son illərdə Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlığın genişləndiyini bildirib. O qeyd edib ki, keçirilən biznes forumları və imzalanan sənədlər tərəfdaşlığın inkişafına töhfə verir. Vüsal Babayev Azpromonun vahid pəncərə prinsipi ilə investorlara bazar, güzəştlər, sənaye zonaları və investisiya imkanları barədə dəstək göstərdiyini vurğulayıb. Slovakiyanın İnvestisiya və Ticarət İnkişaf Agentliyinin Xarici Ticarət Departamentinin rəhbəri Daniel Androş, forumun Slovakiya prezidenti Peter Pellegrinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyini bildirib. O vurğulayıb ki, tədbirin əsas məqsədi iş adamları arasında yeni əlaqələrin qurulması və konkret biznes imkanlarının yaradılmasıdır. Daniel Androş, Slovakiya nümayəndə heyətinin müxtəlif sahələri təmsil etdiyini diqqətə çatdırıb. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycanla Slovakiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bildirib. Nazir Slovakiya şirkətlərinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrində iştirakını yüksək qiymətləndirib, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini qeyd edib. O vurğulayıb ki, enerji, mədən sənayesi, tikinti və digər istiqamətlərdə uğurlu əməkdaşlıq mövcuddur. Lakin iqtisadi, ticarət və investisiya sahələrində potensial daha genişdir. Mikayıl Cabbarov qrafik və xəritələr vasitəsilə Azərbaycanın regionun mühüm nəqliyyat logistika mərkəzi olduğunu nümayiş etdirərək Slovakiya şirkətlərini ölkəni daha geniş bazarlara çıxış üçün etibarlı platforma kimi dəyərləndirməyə çağırıb. Çıxışların ardından Azərbaycan Turizm Bürosu ilə Slovakia Travel arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Slovakiya Respublikasının baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova isə çıxışında 2024-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin iki ölkə münasibətlərində yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, bu əməkdaşlıq artıq enerji, müdafiə sənayesi, investisiya və azad edilmiş ərazilərin bərpası sahələrində real nəticələr verir. Denisa Sakova forumda Slovakiyanın müxtəlif sahələrdə təmsil edən 25 şirkətlə iştirak etdiyini vurğulayaraq, bunun Azərbaycanla uzunmüddətli iqtisadi tərəfdaşlığa verilən önəmin göstəricisi olduğunu bildirib. Sonda təqdimatlarda hər iki ölkənin investisiya, ixrac və biznes imkanları barədə məlumat verilib. Atabəy Seyyad, Tərlan İbrahimova, Zaur Həsənov, NTV Xəbər, Bakı.